Qida allergiyası immun sisteminin bəzi qidaların tərkibində olan zülallara qarşı həddindən artıq reaksiyası nəticəsində yaranan allergik vəziyyətdir. Qida allergiyası zamanı orqanizm müəyyən qida zülallarını təhlükə kimi qəbul edir və buna cavab olaraq allergik reaksiya inkişaf edir. Ən çox allergik reaksiyaya səbəb olan qidalar sırasında süd, yumurta, yer fındığı, qoz fındıq, buğda, soya, balıq, dəniz məhsulları və küncüt yer alır. Qida allergiyasının əsas əlamətləri arasında dəridə səpki və qaşınma, üz, dodaq və göz ətrafında şişkinlik, qarın ağrısı, qusma, ishal, nəfəs darlığı və baş gicəllənmə qeyd olunur. Əlamətlər adətən allergen qidanın qəbulundan bir neçə dəqiqə sonra başlayır və əksər hallarda 2 saat ərzində özünü göstərir. Qida allergiyasının ən ağır formalarından biri anafilaksiyadır. Bu vəziyyət həyata təhlükə yarada bilər və təcili tibbi müdaxilə tələb edir. Qida allergiyasından qorunmaq üçün allergen qidalardan uzaq durmaq, məhsulların etiketlərini diqqətlə oxumaq və çarpaz çirklənmə riskini nəzərə almaq vacibdir. Güclü allergik reaksiya və ya anafilaksiya əlamətləri müşahidə edildikdə vaxt itirmədən təcili tibbi yardıma müraciət edilməlidir. Qida allergiyasının əlamətlərini tanımaq və vaxtında müdaxilə etmək həyatı xilas edə bilər.